Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 20 Kasım 2025 Perşembe, Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali, hoş geldin tekrar. Bugünkü notlarına baktım da hem anma var hem kutlama. Gündem yine hem hüzünlü hem sevinçli. İlk olarak Ağdam şehri gününden başlayalım istersen. Bugün kutlanıyormuş. Bəli Özlem, bugün Ağdam şəhəri günüdür. İşğaldan azad edilən Ağdam şəhərinə həsr olunmuş xüsusi bir gündür. Prezident İlham Əliyevin 2023-cü il tarixli sərəncamı ilə təsis edilib və hər il noyabrın 20-sində qeyd olunur. D.Az-ın xəbərinə görə Prezident sosial media hesablarında Zəfər tariximiz 20 noyabr 2020 Ağdam notu ilə bir paylaşımda edib. Ne güzel, böyle özel günlerle hafızayı taze tutmak önemli. Ama takvimde bugünün bir de hüzünlü bir anlamı var. Karakent faciasının yıl dönümü. Tam 34 yıl geçmiş üzerinden. Bəli, çox ağırlı bir hadisədir. 1991-ci ilin bu günündə Xocalı rayonunun Qarakənd kəndi səmasında Azərbaycanın Mi-8 tipli helikopteri ermənilər tərəfindən vuruldu. İçində dövlət katibi, baş prokuror, millət vəkilləri, jurnalistlər olan 22 nəfər şəhid oldu. Bu Azərbaycan üçün böyük bir itkidir. Allah rahmet eylesin. Gerçekten çok acı bir olay. Notlarında bir de ABD'li bir yetkilinin Bakü ziyareti var. Trump rotası diye bir şeyden bahsediliyor. Bu nedir Ali? Azadlıq Radyosunun xəbərinə görə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli bir məmuru Bakıda olub. Bölgədəki nəqliyyat dəhlizləri və Trump rotası adlanan layihələr müzakirə edilib. Bu, alternativ nəqliyyat yolları ilə bağlı bir təklifdir. Həmçinin Azərbaycan-Ermənistan sərhəddinin müəyyənləşdirilməsi məsələləri də gündəmdə olub. Anladım. Bu arada Azatlık.org'un biraz daha muhalif bir yayın çizgisi olduğunu dinleyicilerimize hatırlatalım. Geçenlerde bir mobilya atölyesinde büyük bir yangın çıkmıştı. 10 kişi hayatını kaybetmişti. O davada karar çıkmış. Bəli, Bakı Ağac Emalı Zavodunun ərazisindəki mebel sexində baş verən partlayışla bağlı məhkəmə hökmünü açıqlayıb. Hadisədə 10 nəfər həyatını itirmiş, 23 nəfər isə yaralanmışdı. Məhkəmə müxtəlif cəzalar verib. Seks kelimesi bizde farklı anlamda kullanılıyor Ali. Sanırım siz atölye anlamında kullanıyorsunuz. Bəli, tamamilə doğru. Bizdə istehsalat sahəsi, yəni emalatxana, ateli mənasını verir. Anladım. Mobilya atölyesi yani. Yine siyasi bir haber var notlarında. Gedebey'in eski valisi Saleh Rüstemova yurt dışına çıkış yasağı getirilmiş. Bəli, bu da Azadlıq Radyosunun xəbəridir. Gedəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstemova ölkədən çıxışına qadağa qoyulduğu bildirilir. O bir müddət əvvəl siyasi məhbus kimi həbsdə olub, sonra azadlığa buraxılmışdı. İcra başçısı dedin. Bu bizdeki vali gibi bir makam mı? Elədir, rayonun ən yüksək vəzifəli şəxsi, yəni validir. Tamamdır. Biraz daha sakin sulara geçelim istersen. Bangkok'a giden bir uçak Bakı'ya acil iniş yapmış. Bir sorun mu var acaba? Trend.azın məlumatına görə Bangkoka yüçən bir sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib. Enişin səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib. Umarım ciddi bir durum yoktur. Güne güzel bir spor haberiyle devam edelim istersen. Kadın basketbol takımımız İslami dayanışma oyunlarında altın madalya kazanmış. Harika. Bəli, bu çox sevindirici bir xəbərdir. Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığımı İslam həmrəyliyi oyunlarında bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Süper. Son olarak da bir halk sağlığı uyarısı var notlarında. Su şişeleriyle ilgili. Bu konu bizde de sürekli gündeme gelir. Bəli, mütəxəssislər valideynləri uşaqlar üçün su qabları alarkən diqqətli olmağa çağırır. D.Az yazır ki, sağlam və keyfiyyətli su qablarının üzərində 304 və ya 316 polad nişanı olmalıdır. Bu işarələr olmayan məhsullar sağlığa zərərli ola bilər. Yani paslanmaz çelik kalitesini gösteren bir kod bu. Buna dikkat etmek lazım demek ki. Ali, bugünkü notlar için çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.